K natural ədəddirsə, n faktorial ədədinin ismindəki k vurğularının sayı k-nın ən böyük sadə vurğunun n faktorial içindən tapırıq və alınan ədədi həmin sadə vurğunun qüvvətinə bölürük. Gəlin belə bir nümunəyə baxaq. Ən birinci biz burada 75 ədədini vurğulara ayıraq. Buradan anda 3+1 vurulsun 5'in kvadratı. Görürük ki, ən böyük sadə vuruq budur. Bana 87'ni böləcəyik 5'ə. Burada düşür 17. Burada bunu böləcəyik 5'ə. Burada düşəcək 3. Və bunların cəmini tapacağıq. 20. Və qüvvətinə böləcəyik. Yəni 2'yə. Cavabımız olacaq 10.